Nərimanov rayonunda təcili olaraq 120 kvadratlıq təmirsiz obyekt satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak obyektdir. Yerləşir Nərimanov rayonunda, Təhsil Nazirliyinin yaxınlığında Şərq Bazar istiqamətində yeni inşa olunmuş hündür mərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan padmayaq, yəni təmirsiz bir obyektdir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Obyekt yola baxan hissədədir, qarşısında ödənişli parklanma dayanacağı mövcuddur. Satış obyekti kimi ideal məkanda yerləşir. Obyekt bir çox fəaliyyətlər sahəsinə yararlıdır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə təcili satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu obyekt yerləşir Nərimanov rayonunda, Təhsil Nazirliyinin yaxınlığında Şərq Bazarı istiqamətində yeni inşa olunmuş hündür mərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan təmirsiz, yəni padmayaq bir obyektdir. Təcili olaraq satışa çıxarılıbdır. Obyektin qarşısında parklanma, yəni ödənişli parklanma mövcuddur. Satış obyekti kimi ideal məkanda yerləşir. Obyekt bir çox fəaliyyətlər sahəsinə yararlıdır. Qiyməti 960 min manatdır. Real alıcı olarsa razılaşmaq da mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.